Yol verin Maygülü gəlir. Qıza bunlar belə arıq-tırıq atın ayaqları büdrəyən kimi niyə yeriyirlər? Tüpürün bu kapitalizmə. 9 aylıq 2 canlı Yasəmən eşək kimi podyumda işləyir. Babal. Necə qıysan bizi 7-ci aydan dəkrətə çıxırsan. Amma ərdən yarıyıb deyim, İspisolun arvadına sürüşməyən ayaqqabı sifariş eləyib ki, gəzəndə yıxılmasın lüt-lüt. Jiji əlində nə tutub? Kimin qulaqlarını kəsib yenə? Ayo evində remont gedir, lepka zakaz eləyib, prorabı gözləyir ki, ona versin. Şeyxülislamova İritskada harda aş orada başdı. Qıza bu nə paltaryon taxta piresti belə. Pirest özünə ayrı kontrakt açıb milyonları ayrı qazanır. Qıza ürəyimin başı kabab oldu da, bellə 23 kilo qanatları necə daşıyır erməni hambalı kimi. Hirslənib bu üzün turşudub necə. Bir dəri bir sümüydülər bunlar. Müharibə dövründə payokla dolanan adamlara oxşayırlar. Acdıq. Bu da Viktoriyanın sikreti. Kinalar və salam şut tamam. Bu başqa bəşdi. Qubun ətli canlı əşli gəldi. Gəldi nə gəldi? Dədəm vay Allah verisidir maşallah. Qıza arvad belə olardı. Qıza bu gücün diyetiyə yox, biznesə verib milyonlar qazanır. Sonra da əl-ələ verib haqışda deyə getdilər milyonların xərcləməyə. Biz də avam baxırıq bunlara belə oturmuşuq.